Dünən bir story paylaşmışdım. Hansı ki demişdim ki, Çeklər Azərbaycana həsrətdirlər, gələ bilmirlər. Çünki aviabiletlər çox bahadırlar və onlar da ailəvi gəlməlidirlər təbii ki. O da çox böyük külli miqdarda məbləğ edir. Bunun öhdəsindən gələ bilmirlər. Söhbət nədən gedir? Niyə gəlsinlər Azərbaycana? Qiymətlər biraz uyumlu olsun. Burada demək olar ki, çox böyük əksəriyyət İrəvana gedirlər. Oranın çox biletləri cəmsi 60 evrodur. Gedirlər dolmanı orada tanıyırlar, kebabı orada tanıyırlar. Hansı ki musiqilərimizi doğrayırlar, bizim musiqiləri də orada gedib tanıyırlar. Və oraya çox böyük akın edirlər. Yaxşı olmazmı ki, qiymətlər daha uyumlu olsun, onlar Azərbaycana gəlsin. Gəlmək istəyirlər, amma qiymətlər çox bahadır. Buna görə deyirəm ki, hörmətli azam, nəzərə alsınızsa sevinərik.